İnsanda bir tanımaq qüdrəti budur ki, ümumi ünvanlar və anlamlar vasitəsilə tanıyır. İkinci tanımaq yolu isə şəxsi tanımaqdır. Şəxsi tanımaqda isə həmin o varlığın özü ilə birbaşa əlaqəyə giririk. Sadəcə burada bir nöqtə var. Şəxsi tanımaq maddi varlıqlarda 5 hissiyat üzvü ilə mümkündür. Amma qeyri-maddi, maddi olmayan varlıqlarda biz şəxsi tanışlıq tapa bilərik, maddi olmayan varlığı şəxsi tanıya bilərik. Dünən dedim, misal, məsələn, mənim aclığım, mənim sevincim, hər şey məndə olan daxili hissiyatlar, məndə olan daxili hissiyatlar, bunlar şəxsi tanımaqdır. Maddi varlıq deyil. İnsan maddi olmayan varlıqları şəxsi tanıya bilər ya yox. Allah maddi varlıq deyil. Allahı biz şəxsi tanıya bilərik ya yox. Allahı ünvanlar vasitəsilə dedik tanıya bilərik, bəli. Amma şəxsi tanımaq olar ya yox. İndi məsələ buradadır ki, biz Allahı şəxsi tanıya bilərik. Allah maddi varlıq deyil ki, onu 5 hissiyat üzvü ilə şəxsi tanıyaq. Mənəvi varlıqdır, yəni maddi deyil. Maddi deyil. İndi Allahı şəxsi necə tanıyaq? Buradadır ki, dünənki vahiməli sual yenə də gəlir, insanın vahiməyə salır. Yəni vahiməli sual bilsin nəyə görə vahiməlidir? Çünki şəxsi tanımaqda həqiqət, o varlığın özü birbaşa sənin öz yanında hazır olur. Aclıq sənin öz yanında birbaşa hazırdır. Çünki maddi deyil, aclıq hissiyatı, aclıq varlığı maddi deyil ki, sən onu görəsən xaricdə, yoxdur. Ki, onu 5 hissiyatla görəsən. O, maddi olmayan varlıqdır. Sənin sevincin, sənin şadlığın, maddi varlıq deyil. İndi sən onu şəxsi tanıya bilərsən ya yox. Şəxsi tanımaq yəni budur ki, o hüzuru var sənin yanında. Yəni ki, sən onun varlığın vasitəsiz olaraq görürsən, hiss edirsən. Eğer Allah şəxsi tanımaq istəsirik, yəni tüm maddi varlıq deyil, vasitəsiz olaraq bu varlıq bizim hüzurumuzda hazır olmalıdır. Necə ki, şadlıq və sevinç mənim hüzurumda hazırdır. İndi Adər qardaş buyurur, yox, yəni şəxsi tanımaq olmaz. Şəxsi tanımaq olmasa onda necə tanımaq olar Allahı? Yəni ünvanlar və anlamlar vasitəsilə. Yəni zehnində təsəvvürlər yaradacaqsan, bu təsəvvürlərlə Allah'a baxacaqsan. Yəni Allah mütləq varlıqdır, Allah mütləq qadirdir, mütləq alimdir. O təsəvvürlər aynasından, güzgüsündən Allah'ı görəcəksən. Da Allahla şəxsi heç bir əlaqən yoxdur, tanışlığın yoxdur. Anlam vasitəsilə tanımağın mənası bilirsiniz nədir? Yəni mən PESOK-u bilirəm, ünvanlar vasitəsilə PESOK nədir? Onun haqqında informasiya, məlumat toplayıram, amma onu yemirəm, dadmıram. Yəni ümumi ünvanlar vasitəsilə tanımaq həddində Allah'ı biz tanısıyıq, o həddə tanısıyıq, Allah'ı tanımaq budur. Amma Allah'ı şəxsi tanımaq isə, Allah'ı şəxsi tanımaq, yəni ki, o bişirdiyi, o bastırmanı götürüb yeyəsən. Yəni artıq şəxsi tanımaq bu cür. Mən misalla başa salıram ki, bu məsələnin əhəmiyyəti aydın olsa, yəni bilək ki, biz yaranmışıq arif olmağa görə. Yəni Allah'a qovuşmağa görə. Aydındır. Yoxsa Allah'ı ünvanlar vasitəsilə, anlam vasitəsilə ki, ərəb dilində, fars dilində ona məfhum deyilir. Məfhum vasitəsilə əgər biz istəsirik Allah'ı tanımaq həddində qalaq, yəni yemədin getdin, dünənki söhbətim, yemədin getdin.